Bizim dinimiz onun üçün parçalandı ki, onu vahid təfəkkürdən əldə eləmədik. Məqsədim məsumluğu qəsd edirəm. İlahi xəlifənin əslini qəsd edirəm. Biz hərənin bir fikrini, bir yol gördük və biz bu cür başladıq şaxələnməyə. Öncə öz ağlımızda bu şeyin olacağının cəsarətinə inandıq. Elə bildik ki, bizim düşüncəmiz bizə həmişə doğru yol göstərəcək. Bir dəfə doğru göstərdisə, 10 dəfə bizi yanlışa sürüklədi. 100 dəfə bizi xətalara sürüklədi. Bugünəcən dünyamızın da, axirətimizin də, maddiyyatımızın da, mənəviyyatımızın da problemləri nədir? Bizim öz ağlımız. Mən bu vaxtı, o vaxtı belə düşünmüşdüm, belə qərar vermişdim, amma düz deyilmiş. Görürsən? Öz ağlınla Allah adına danışmağın insanda fərdi və ictimai yaratdığı fəsadlar. Burada artıq bir göstəriciyə ehtiyac var ki, bu məhsuldur və biz onların insanın daxilinin, mənəviyyatının, dünyasının, elminin, ibadətinin, batininin təsir edici fəsillərini öyrənirik.